Gözəllik kraliçasının vəhşicəsinə öldürülməsi ilə bağlı məhkəmə tibbi ekspertiza zamanı ortaya çıxan yeni təfərrüatlar hamını şoka salıb. Miss İsveçrə 2007 müsabiqəsinin finalçısı olmuş qadını əri öldürüb. Kişiyə qətllə bağlı rəsmi ittiham irəli sürülüb. 38 yaşlı gözəllik kraliçası Kristina Yoksimoviçin eybəcər hala salınmış qalıqları 2024-cü ilin fevralında onun evində tapılıb. Əsas şübhəli 41 yaşlı həyat yoldaşı Tomas olub. O əvvəlcə bildirib ki, arvadının meyidini tapıb və panika vəziyyətində onu hissələrə ayırıb. Lakin 2024-cü ilin martında Tomas cinayəti etiraf edib. Bununla belə qadını ona ilk olaraq bıçaqla hücum etdiyini və onun yalnız özünü müdafiə məqsədi ilə hərəkət etdiyini iddia edib. Məhkəmə tibbi ekspertiza bu ifadələri təkzib edib. Polis müəyyən edib ki, o Kristinanı boğub, sonra onun başını kəsib və meyidi hissələrə ayırıb. Bədəndə çoxlu ölümdən əvvəl xəsarətlər aşkar edilib. Üzündə, ayaqlarda, kürək nahiyəsində və başın arxa hissəsində kəsiklər var idi. Saçının bir hissəsi qoparılıb. Məlumata görə hücum edən şəxs onun bud oynaqlarını, əllərindən və ayaqlarından sümükləri çıxarıb. Qeyd olunur ki, uşaqlıq xüsusi ehtiyatla çıxarılan yeganə orqandır. İstintaqın versiyasına görə parçalanma ailə evinin çamaşırxanasında elektrik mişarı, bıçaq və bağ qayçısından istifadə edilərək baş verib. Kişi qadının bədəninin bəzi hissələrini blenderdən keçirib, daha sonra kimyəvi məhlulda həll edib. Buna baxmayaraq Basel-Land Kanton məhkəməsi ona qarşı yekun ittihamları yalnız indi irəli sürüb. Bundan əlavə Yoksimoviçin tanışları onun ərinin soyuqqanlı və qəddar bir insan olduğunu, qadına qarşı zorakılıq tətbiq etdiyini bildiriblər. Kişi hazırda həbsdə saxlanılır. Onun günahını etiraf edib etmədiyi isə hələlik məlum deyil. Xatırladaq ki, qadın Miss Şimal-Qərbi İsveçrə titulunu qazanıb. Cütlüyün 2 övladı var. Onların hazırda kim tərəfindən himayə edildiyi açıqlanmır.